Salam, xəbərin brendi günün trendi efirdədir. Azərbaycan Prezidenti İlham Əliyev Laçının azad olunmasının növbəti ildönümü ilə bağlı paylaşım edib. Həyat bu bölgəyə qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Laçın şəhərinin memarlıq üslubu da göz oxşuyur. Yəni bu nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Bugün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 5 il ötür. Məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bəyanat imzalanıb. 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bugün Vətən müharibəsi şəhidi Talih Əlizadənin mövlud gündür. Talih Əlizadə Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Talih Əlizadə oktyabrın 18-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə və İgidliyə görə medalları ilə təltif olunub. Allah rəhmət eləsin. Energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində Söndür və Qazan kampaniyasını elan edib. Enerji səmərəli. Rasim, bu senin Rasim. Rock. Güzel forma ya. Bu 44'ün sebebini söylüyorum. Yaşım Bir kez 44. daha hatırlatayım. Hayır, yaştan dolayı değil. Azerbaycan'ın Ermenistan'la savaşı, Karabağ Savaşı 44 gün sürüyor. 44. gün müthiş bir direnişle Karabağ Azerbaycan'ındır diyoruz ya, her zaman öyle zaten. Onu söyleyeyim. 44 gün sürüyor bu direniş Və gündüz vaxtlarında işıqları söndürün. Yaşıl və səmərəli texnologiyalardan istifadə edin. Enerji israf edən vərdişlərinizi dəyişin. Gəlin hamımız bu təşəbbüsə qoşulaq və ən böyük enerji mənbəyimiz olan enerji səmərəliliyimizdən birgə faydalanaq. Oxucular üçün daha bir maraqlı kitab təqdim edilib. Yazıcı Mirhicab Abdullayevin 2 cildlik Əks Kütüblərin Dostluğu kitabı fərqli mövzu və motivlərlə yazılmış roman kimi oxucuların ixtiyarına verilib. Şükürlər olsun ki, 3 il bundan əvvəl hardasa təxminən bu əsəri yazmağa başladım və sizin də gördüyünüz kimi hal-hazırda təqdimat mərasimindəyik. Bu bizə qismət oldu. Əsər demək olar ki, Azərbaycan həyatında baş vermiş, yaşanan hadisələrdən bəhs olunur, dərin mövzular vardır. Personajların çoxu əsasən eyni kəndin nümayəndələrdir. Bakı şəhəri Yasamal rayonu Hakim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub. Yaranan çuxur vətəndaşların narahatlığına səbəb olur. Onlar bildirirlər ki, sözgedən yolda hər hansı hadisə baş versə, ölümlə nəticələnə bilər. Bunun içərisi. Allah görsəniz, burada hər hansı bir hadisə baş versə, ölümlə nəticələnəcək.
Xahiş olunur ki, ya buna bir ərzan çəksinlər. Bu haşimsə düşəcək, valla. Bir də ağırma, hamısı gedəcək belə. Mən də fikir vermişəm. Noyabrın 29-una keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş ağır qəzaya yüksək sürətin səbəb olması müəyyənləşib. Hadisə şahidləri qəzanı törədən avtomobilin saatda 150-160 km sürətlə hərəkət etdiyini bildiriblər. Qəza nəticəsində sürücü 22 yaşlı Ələsgər Ələsgərov hadisə yerində həyatını itirib. Şabranda ağır yol qəzası baş verib. Rayonun Uzunboyat kəndində Sarvan Dəmir Yol Stansiyası ərazisindəki keçiddə üzərində yük avtomobilini daşıyan evakuatorla qatar toqquşub. Nəticədə evakuatorun sürücüsü 47 yaşlı Zülfüqar Əzizov xəsarətlər alıb. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi yaşayış binasında təmir işlərinə başlanılıb. Bu barədə söz gedən binanın sakini jurnalist Heydər Mirzə paylaşım edib. Bərpa işləri başlayıb. Yorulmayasınız usta. Çox sağ olun. Ermənistanın paytaxtı İrəvanda 3 mərtəbəli bina çöküb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Binanın keçmiş piano fabrikinin bir hissəsi olduğu qeyd edilir. Laçın və Kəlbəcər dağlarında yanğın olub. Ötən gün Kəlbəcərdə açıq ərazidə baş verən yanğın hadisəsi genişlənərək Laçın rayon ərazisinə keçib. Oğuldərə kənd ərazisində dağlarda yanğının genişləndiyi müşahidə olunur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğın söndürən bölməsinin əməkdaşları cəlb edilib. Lerikdə narkokuryer saxlanılıb. Bir həftə bundan qabaq sosial şəbəkədə bir vətəndaşı ilə tanış olduq, bizə konum atdı. Bizə bildirdi ki, Lerik rayonunda narkotik vasitə var, onu oradan götürüb mən dedim, ünvana çatdıracaqsınız, 9000 manat pul təklif elədik. Mənim telefonuma konum atıldı. Konumla gəldik biz həmən əraziyə, Lerik rayonuna. Narkotik vasitəni oradan götürdük. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədi ilə keçirilmə halı aşkarlanıb. Ankara-Bakı aviareysi ilə gələn sərnişin yaşıl dəhliz buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlanılmasına dəvət olunub. Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276 min manat təşkil edir. Qarabağ futbol komandası Türk şərhçilərinə hədiyyələr təqdim edib. Rasim, bu senin Rasim. Rock. Bu 44'ün sebebini söylüyorum. Bir kez daha hatırlatayım. Hayır, yaştan dolayı değil.
Azerbaycan'ın Ermenistan'la savaşı, Karabağ Savaşı 44 gün sürüyor. 44. gün müthiş bir direnişle Karabağ Azerbaycan'ındır diyoruz ya, her zaman öyle zaten. Onu söyleyeyim. 44 gün sürüyor bu direniş ve 44 Karabağ için, Azerbaycan için çok önemli. Can Azerbaycan'a ve onun için bu forma Emrah Bey'den ve Kurban Hoca'dan sizlere. Kurban Can Bu sevgili Sinan abimin, bu da Sinan abimin. İki devlet, tek millet. Rasim bir saniye. Bu da sevgili Sinan abimin. Cristiano Ronaldo 12. cəhdində süni intellektlə idarə olunan qapçıya qol vurdu. Argentina millisinin hücumçusu Lionel Messi'nin Mar del Plata şəhərindəki heykəli dağıdılıb. Şəhərdə kafelərdən birinin önündə olan heykəl ikiyə bölünüb. Xatırladaq ki, bu Messi'nin heykəlinə ikinci hücumdur. 2024-cü ildə də eyni hal baş vermişdi. Neftçilər metro stansiyası yaxınlığında 229 nömrəli məktəblə üzbəyüz ət dükanının qarşısında hər səhər iri və xırda buynuzlu heyvan kəsilir. Bu məktəbə gedən şagirdlərin gözü önündə baş verir və illərdir bu vəziyyət dəyişmir. Sakinlər narazılıq edir. Məşhur türk səyyah bloger Oğuzhan Tıraş Azərbaycana gəlib. Dünyanı piyada gəzərək kəşf etməsi ilə tanınan səyyah bu dəfə Türkiyə, Gürcistan, Azərbaycan, Özbəkistan, Əfqanistan marşrutu ilə Monqolistana doğru səyahət edir. Gelmek istediğim yer burasıydı. Bir saat geçti. Geldik. Foodmood diye bir yer. Ama hiç sanmıyorum burada kalacak yer olacağını. Böyle bir yer. Güzel. Böyle bir yer var. Ya çadır ya 2 saat daha yürüyeceğiz. Hadi bakalım. Dənizkənarı Milli Parkda yeni il yarmarkası fəaliyyətə başlayır. Xəbər ziyafətimiz yekunlaşdı. Qaynar xəttimizə, WhatsApp nömrəmizə çəkib göndərmək istədiyiniz videoları göndərə bilərsiniz. 051 583 2408. Siz çəkin, göndərin, biz trend edəcəyik. 051 583 2408. Hörmətli tamaşaçılar, xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik. Vədimizə sadiq olaq.